Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Heydər Əliyev prospekti 19-cu məhəllədə yerləşən şəhidlərimizin xatirə barelyefi önündə Qaracallı kənd inzibati ərazi dairəsi üzrə 25 şəhidin anım günü qeyd olunub. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, şəhid ailələri, şəhidin döyüş yoldaşları, Qaracallı kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib. Bildirilib ki, 1-ci Qarabağ müharibəsində Qubadlı rayonu 11 milli qəhrəman olmaqla 238 şəhid verib. Qaracallı kənd inzibati ərazi dairəsindən isə 25 nəfər şəhid olub. 6 avqust 1992-ci ildə şəhid olan 12 Qubadlı, o cümlədən 3 milli qəhrəman, Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsini ucalıblar. Vurğulanıb ki, Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olunub. 2023-cü ilin sentyabrında isə ölkənin suverenliyi tam təmin edilib. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib. Bütün şəhidlərimizə Allahdan rəhmət dilənib.